Salam millət. Bugün çox maraqlı söhbətimiz var. Maraqlı xəbərlər, məlumatlar var. İlham Əliyevin, daha doğrusu Əliyev ailəsinin bir hissəsinin İlham Əliyev, qızı Leyla Əliyeva və Leyla Əliyevanın illərdir gizlətdiyi qızının birgə Birləşmiş Ərəb Əmirliklərinə səfərindən danışacağıq. İlham Əliyev 2 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi. Bəziləri Birləşmiş Ərəb Əmirliklərini Dubay kimi tanıyır. Dubay bu ölkədə məşhur bir şəhərdir, paytaxtı Əbu-Dabidir. İlham Əliyev bu ölkənin Əbu-Dabi şəhərinə səfər edibdir. Gəlin başlayaq. Əliyevin təyyarəsinin çox uzaq bir istiqamət alıb, fərqli bir reys istiqamətlə Birləşmiş Ərəb Əmirliklərinə uçmasına toxunaq. Xahiş edirəm ki, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Çox maraqlı söhbətdir və xəbərlərdir. Azad Söz kanalına da abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Əliyev 2 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinə uçdu. Ekranda da görürsünüz, onun təyyarəsinin hərəkət uçuş trayektoriyasından götürdüyüm foto skrindir. Bakıdan birbaşa İran üzərindən deyil, məhz hətta İraq üzərindən deyil, Suriya üzərindən deyil, Gürcüstan, Türkiyə, İsrailə yaxın ərazidən, Aralıq dənizi hövzəsi üstündən, daha sonra Misirin Sinay yarımadası, Səudiyyə Ərəbistan, Qırmızı dəniz, Səudiyyə Ərəbistan və daha sonra Fars körfəzinə daxil olur və Birləşmiş Ərəb Əmirliklərinə onun təyyarəsi eniş eləyir. Adətən sərnişin təyyarələrimiz belə hal-hazırda heç bir problem yaşamadan İran üzərindən Dubaya uçuş eləyir və Dubaydan da qayıdır. Yəni, sərnişin təyyarələrimiz hal-hazırda dediyim kimi İran üzərindən uçur, qayıdır. Doğrudur, deyə bilərsiniz ki, müharibədir, risk var, təhlükə var. Təbii, mən də bunu qəbul edirəm və Əliyevin təyyarəsinin də belə 2 saat yarım getmək əvəzinə, uçmaq əvəzinə 5 saat, bir neçə dəqiqə artıq həmən dövrə vurub sual işarəsində, sualın əks istiqamətində formasında Birləşmiş Ərəb Əmirliklərinə eniş eləyibdir. Bunu istədim ki, biləsiniz, Əliyev can qorxusundan ya İsrailə mi güvənmir ki, birdən İranı bombalayar, ya İrana mı artıq güvənmir? Bu da sual altındadır və ən çox da müzakirəyə açıq olan bax bu məsələdir. Bəlkə də İran artıq İlham Əliyevi İsraillə daha sıx əməkdaşlıq etdiyinə və əllərində bəlkə də buna dair hansısa faktlar olduğuna görə və İlham Əliyev də bunu bilir və təyyarəsini Birləşmiş Ərəb Əmirliklərinə İran üzərindən uçmağa imkan vermir. Əlqərəz bu şərhlərdə öz fikirlərinizi də yaza bilərsiniz. Qorxur ki, İran tərəfindən vurula bilər. Dəyərli dostlar, keçək digər məsələyə. İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə niyə gedib və niyə Paşinyanla görüşdən 2 gün əvvəl gedib? 2 fevral tarixində uçdu, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşdü. Açığını demək lazımdırsa, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti rəhbərliyi İlham Əliyevə Paşinyandan daha çox qayğı, rəğbət, hörmət göstəribdir. Hətta onu hava limanına da qarşılamağa gedibdir, təmtəraqla qarşılayıb. Mən sizə indi bir video göstərəcəm ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin hətta İlham Əliyevin qızı ilə yaxın münasibətləri var. Qızına ayrıca, Leyla Əliyevaya ayrıca hörməti var və bu hörmətin də səbəblərini də izah edəcəm və sizə hətta sübutlar, sənədlər göstərəcəm ki, Leyla Əliyeva Dubayda nə hoqqalardan çıxır. Əlqərəz, dəyərli dostlar, deməli, əsas səfər və burada İlham Əliyev bir hərbi təlimlərdə iştiraka
baxışa daha doğrusu gedibdir. Birləşmiş Ərəb Əmirliklərinin prezidenti İlham Əliyev və eləcə də orada İqtisadiyyat naziri Mikayıl Cabbarov və onun da ən yanında oturan Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov olubdur. Nəyə görə İlham Əliyev bu hərbi təlimlərdə iştirak üçün deyək ki, Dövlət Təhlükəsizlik Xidmətindən DTX rəisi Əli Nağıyevi aparmayıb, amma apardığı kimdir? Məhz Orxan Sultanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri. Qeyri-rəsmi yayılan məlumatlarda deyildi ki, bəs DTX rəisinin halı pisləşib, xəstəxanaya yerləşdirilib. Bunu bilmirəm açığı, sosial şəbəkədə oxudum. Əli Nağıyevin halı niyə pisləşsin ki? Və qardaşı Vəli Nağıyevin sahibi olduğu xəstəxanaya yerləşdirilib deyirlər. Dediyim kimi, rəsmi bir xəbər olduğunu bilmirəm. İlham Əliyevin oğlu Heydər Əliyevin həyat yoldaşı Alyona Əliyeva barəsində çıxan ifşa edici məlumatlardan sonra Əli Nağıyev həqiqətən də quyruğu qapı arasındadır. Çünki çox boşluqlar buraxıb, çox şərait yaradıbdır prezident ailəsinin söyülməsinə, alçaldılmasına, ifşasına və bilmirəm, İlham Əliyev mi onu cəzalandırıb, yoxsa hələlik qeyrəti çatmayıb onu cəzalandırmağa, bu yayılan ki, xəbərlər Əli Nağıyev xəstəxanaya yerləşdirilib, halı pisdir, bu bəlkə də şayədir və əvəzində Birləşmiş Ərəb Əmirliklərinə, ekranda gördüyünüz kimi, Orxan Sultanovu, Xarici Kəşfiyyat Xidmətinin rəhbərini aparıbdır. Bu ayrı bir mövzudur, bunu da bir-iki dəfə danışmışam. Orxan Sultanovun Birləşmiş Ərəb Əmirliklərində çox işləri var, biznesləri var. Xüsusilə də İlham Əliyev Orxanı Birləşmiş Ərəb Əmirliklərinə, xüsusilə Dubay şəhərinə nəzarətçi təyin edib, qeyri-rəsmi nəzarətçi. Çünki Əliyev ailəsinin əsas sərvətləri iki ölkədə qərarlaşıbdır. Biri Birləşmiş Krallıqda, Londonda, Böyük Britaniyada, vaxtilə Orxan Sultanov özü də Londonda çalışıbdır, Xarici Kəşfiyyat Xidmətinin rəisi olmadan öncə və Əliyevin oradakı London bizneslərinə nəzarət edirdi, qoruyurdu. İndi də bu bizneslərin böyük bir hissəsi Dubaya, Birləşmiş Ərəb Əmirliklərinə köçdüyü üçün görsənir ki, tez-tez o da Birləşmiş Ərəb Əmirliklərinə səfər eləyir və əsas qoruma işinə Orxan Sultanov baxır. Amma Əliyev bilməlidir və bilir də, sadəcə atıb, bilmirəm, üzr istəyirəm ifadəmə görə, peysərinə Əliyev ailəsinin ifşasında həmçinin Orxan Sultanov da çoxlu boşluqlar yaradıbdır. Sadəcə Əliyevin gözü kör olub, onları görə bilmir. Dəyərli dostlar, bu məlumatları sizə verdim. Azərbaycan hökumət saytlarında xəbərlər paylaşılır. Bəs Birləşmiş Ərəb Əmirliklərində Paşinyanla görüşdə İlham Əliyev belə qəhrəmanlıq göstərdi, belə reklamları gedir Əliyevin. Mən sizə indi bir görüntü paylaşacağım. Nikol Paşinyanla İlham Əliyevin təkbətək görüşü olub. Təkbətək deyərkən, nümayəndə heyətləri də, Azərbaycanın nazirlər də, məmurlar da yanlarında olub və erməni nazirlər, məmurlar da Paşinyanın yanında olub və bu görüntülər əslində İlham Əliyev üçün utanc olmalıdır. Bəlkə də siz normal qarşılayarsınız, normal da bəlkə, amma bəlkə də bu qəsdlə törədilmiş bir şeydir və Əliyev də bunu yeyibdir. Söhbət nədən gedir? Diqqətlə qulaq asın və diqqətlə ekrana. İlham Əliyev Paşinyanı və onun nazir məmurlarını onlara təyin olunmuş zalda gözləyib və görsənir ki, xeyli gözləyib. Hətta gözlədikləri vaxtda da onlar oturublar. O qədər vaxt çəkib ki, və onlar oturublar. Və Paşinyan və onun nümayəndə heyəti gəlir, İlham Əliyev Paşinyan gələnkən ayağa da durur və onun, yəni Əliyevin yanındakı məmurlar, nazirlər də ayağa durur Paşinyanın gəlişinə. Baxın, diqqətlə dəyərli dostlar. Normaldır, bəlkə qonaq da gələndə ayağa durar adamın. Amma burada istəsək də istəməsək də bir alçaldıcı, hörmətsiz görüntülər var Əliyev üçün. İlham Əliyev ayağa qalxdı, nazirlər, məmurlar da ona baxıb ayağa qalxdılar. Və hiss olunur ki, Paşinyan nəysə çox da rahat deyil, daha doğrusu məmnun deyil və İlham Əliyev görsənir ki, belə deyək, istər-istəməz Paşinyanı razı salmağa çalışır. Təbii ki, bu Paşinyandan qorxduğu üçün deyil,
Bu Trumpdan qorxduğu üçündür, İlham Əliyevin və çünki Trump İlham Əliyevə biraz Paşinyan barəsində qulaq vurması verib. Gəlin reallığı danışaq, həqiqət belədir və ona görə də daha siz heç ASTV-sində, hökumətin saytlarında və s. görmürsünüz ki, Azərbaycan hakimiyyəti deputatlar ASTV-si Paşinyana ermənilərə düşmən kəsilmiş çıxışlar etsinlər, reportajlar hazırlasınlar. Susublar. Düyməni basanda danışırlar, o biri düyməni basanda isə susurlar. Və bu görüntüləri də istədim ki, sizə göstərəm. Hökumətin İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində belə o eləyibdir, belə siyasət göstəribdir, Paşinyanı susturub, ya nəysə belə bir şeylər onsuz da siz də inanmırsınız, çoxunuza da heç maraqlı deyil. Nikol Paşinyanın İlham Əliyevdən daha yaxşı dövlət başçısı olduğunu Azərbaycan xalqı hamısı görür. Söhbət bizə dövlət başçılığından getmir. Söhbət İlham Əliyevin bizə dövlət başçılığından, Paşinyanın da erməni xalqına dövlət başçılığından gedir. Yəni, mal-mala qarışdırmıyor. Dəyərli dostlar, və bu səfər əsnasında deməli, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti tərəfindən təyin edilmiş İnsan Qardaşlığı adlı Əl-Uxvatul İnsaniyə adında bir mükafat var. Beynəlxalq mükafat təyin ediblər bir neçə ildir ki, çox da hörmətli bir mükafat deyil və bu dəfə Birləşmiş Ərəb Əmirlikləri bu mükafatı İlham Əliyev və Paşinyana layiq görüb və bu münasibətlə də bir mərasim keçirilib Əbu-Dabi şəhərində. Və mən buradan o görüntüləri də indi sizə göstərəcəm. Dəyərli dostlar, söhbət bax bu mərasimdən gedir, gördüyünüz kimi. Mükafat təyin olundu, verildi və dediyim kimi bu mükafat elə də tanınan bir mükafat deyil. Bir Roma papasına, bir səhv etməmsə İordaniya kralına, onun həyat yoldaşına verilibdir və indi də İlham Əliyev və deməli Nikol Paşinyana birgə bu mükafat təyin olunur. Və diqqəti çəkən başqa bir məsələ isə mən ötən gün bununla bağlı danışdım və göstərdim. Leyla Əliyevanın hamıdan illərdir gizlətdiyi, daha doğrusu Azərbaycan ictimaiyyətindən hamıdan deyərkən öz ailəsi, yaxınları bilirdi. Qızı, söhbət Əminə Əliyevadan getmir, hansı ki deyirlər ki, onu uşaq evindən götürüblər. Söhbət adını hələ bilmədiyimiz, mən belə eşitmişəm ki, adı Aydadır. Ayda İmanquliyevanın, yəni Mehriban Əliyevanın anasının adını ona qoyublar. Bəlkə də o deyil, bilmirəm. Həmən qızdan gedir. Leyla Əliyevanın o hamıdan gizlətdiyi qız və o qızın da atası, mən ötən gündə verilişdə dedim, bir Yahudi bir biznesmendir. Bax, söhbət bundan gedir. Bunun haqqında da danışdım, videosunu da keçən dəfə göstərdim. Burada bir daha göstərməyə ehtiyac yoxdur, şəklini göstərirəm və bu mərasimə də qızını gətirib və bu mərasimdə səhnəyə Leyla Əliyevanı dəvət edən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti olur. Bəs niyə? Hansı hörmətdən qaynaqlanır? Əvvəlcə o videoya baxın, diqqət ekrana. Və xahiş edirəm, bəyənin, paylaşın bu videonu. Hamı izləsin, gerçəkləri hamı bilsin. Prezident ailəsindən hamının xəbəri olsun, nə iş görürlər. Sizin haqqınız çatır buna. Baxın, bu mükafatdır, həm Paşinyana, həm İlham Əliyevə verilir. Diqqət, diqqət, diqqətinə. Gördüyünüz kimi, mən biraz daha yaxınlaşdırıram. Bənin prezidenti çağırır ki, sən də gəl, siz də gəlin. Gördünüz? Bəs kim gəlir ondan sonra? Leyla Əliyeva və qızı. Və xalaqətrin qalmasın deyəmi və yaxud da nədənsə ekranlara düşməyib, sözün açıq, mən bu Birləşmiş Ərəb Əmirliklərinin televiziyasından götürdüyüm kanallarda ASTV-də tam çağırışı göstərmirlər. Əlindən belə elədiyini göstərmir və burada Nikol Paşinyanın həyat yoldaşı Anna familiyası Hakapatyandır, nədir? Hər nəysə. O da gəlir Leyla Əliyevanın arxasından. Burada bilmirəm,
bəyanın prezidenti hər ikisini mi çağırır? Əslində böyük bir tafotu yoxdur. Yoxsa Leyla Əliyeva da orada deyir ki, sən də gəl, ondan da xəbərim yoxdur. Sual yaranır ki, nəyə görə Mehriban Əliyeva bu mərasimdə iştirak eləmir? Yaxşı sual deyil. Hə? Bu adətən, yəni bu cür dövlət tədbirlərində belə olmur. Biz bundan əvvəl də Türkmənistan deməli dövlət başçısının, belə deyək də, hökumətinin idarə edən Bərdiməhəmmədov, Qurbanqulu Bərdiməhəmmədov gəldiyi zaman onun, belə deyək, həyat yoldaşı gəlməmişdi. Çünki Mehriban Əliyeva Azərbaycanda yox idi, öz qızını gətirmişdi. O zaman da Leyla Əliyeva burada iştirak edirdi. Nikol Paşinyanın qızı mı yoxdur? Nikol Paşinyanın da qızı var. Azərbaycan saytları o qız barəsində dünənləri mən paylaşdım. Xəbər paylaşırlar ki, bəs 27 min dollarlıq maşında gəzir Paşinyanın qızı Məryəm. Bəs 10 min dollar maaş alır. Təsəvvür edirsiniz, Paşinyanın qızı bir şirkətdə, hansısa bir şirkətdə işçi kimi çalışır, sadəcə maaşı çoxdur və 27 min dollarlıq maşınla gəzir. Sürücüsü də var, prezidentin ailəsinin də ola bilər bir. Amma Leyla Əliyevanın nələri var, nələri indi Dubayda, mən onları sizə sənədlərlə göstərəcəm. Və mən onu həm də sizə deyəcəm ki, bəyanın prezidentinin, Dubay rəhbərinin xüsusi hörməti Leyla Əliyevaya niyə belə var? Niyə var? Məhz Leyla və Arzu Əliyevların Dubayda sahib olduqlarına görə. Niyə İlham Əliyev son 4-5 ildə Birləşmiş Ərəb Əmirliklərinə, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana bu ölkənin prezidentinin səfərləri dəfələrlə olubdur və dəfələrlə də olur. Söhbət bir neçə milyonluq şeydən getmir, 100 milyonluq, milyardlıq işləri var, qarşılıqlı birgə işləri var. Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin işləri deyil bu. Bu, Azərbaycan prezident ailəsinin Birləşmiş Ərəb Əmirliklərində bir neçə milyardlıq işindən gedir. Təkcə bir otelin qiyməti 1 milyard dollar. Təsəvvür edirsiniz, bir otel var, o otelin toplam qiyməti 1 milyard dollardır. Hazırki bazar qiymətini deyirəm, 2026-cı ildə. Bir neçə il əvvəl isə yarım milyard dollar qiymətləndirilirdi. Diqqət ekrana, dəyərli dostlar, bir neçə il əvvəl, 3 il əvvəlin videosunu sizə göstərirəm. Baxaq buna, nələr araşdırmışdım. Və sabahları bir bomba kimi bir video paylaşacağım. Əliyevin qızları Leyla və Arzu Əliyeva Dubayda əfqan bir iş adamına, Qulam Siddiq Davudyara 100 milyon dollarlıq fırıldaq gəlib, pul atıb və məhkəmələrə verib Dubayda. Və Dubayda məhkəmələr, polis, əfqan iş adamı haqlı olmasına rəğmən onun əleyhində iş qaldırıbdır və tutmaqla hədəliyiblər. Və Leyla və Arzu Əliyevların meneceri, İranlı biznesmen, qadın, həm əslən İranlı, amma Birləşmiş Krallıq, Böyük Britaniya vətəndaşı təhdid eləyir ki, sən bilirsən ki, ya bilmirsənsə bil, prezident ailəsinin qızıdır Leyla Arzu Əliyeva, sus və prezident ailəsinin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə dostluğu var, sən bu məhkəmədən ucuzub çıxarsan və həmən iş adamı da 100 milyon dollarlıq pulundan keçməyə məcbur olubdur və Birləşmiş Ərəb Əmirliklərində tərk edib, qaçıb oradan və haqqını başqa beynəlxalq məhkəmələrdə axtarır. Onu da sabahları göstərəcəm sizə. Bunun haqqında bir balaca danışmışdım. İndi sizə sənədlərlə göstərəcəm. Ondan əvvəl isə bu videolara baxalım. Evin qızları Leyla və Arzu Əliyevaya məxsus Dubayda Cümeyrə Palma adasında Cluster 30 ünvanında 16 lüks milyonlarla dəyəri ölçülən villanın sahibidirlər. Xahiş edirəm bu videonu bəyənin, yayın, paylaşın ki, daha çox insan izləsin. Əliyev ailəsinin oğurluqlarının ifşası davam edir və davam edəcəkdir. İndi sizə yeni əldə etdiyim görüntüləri, sənədi,
faktları təqdim edəcəm. Dünyanın ən lüks və ən bahalı ərazilərindən biri hesab edilən dənizin ortasında süni yaradılmış adada Palma Jumeirədə Cluster 30 ünvanında Leyla və Arzu Əliyevanın Sahra Efseko şirkətinin vasitəsilə baxın dəyərli dostlar, sənədlərdir bu. Birləşmiş Ərəb Əmirliklərinin Register xidmətindən çıxardığım sənədlərdir. ilə aldıqları və İlqar Hacıyevə də təşəkkür edirəm. Bu sənədlərin ərsəyə gəlməsində, tapılmasında kömək olub. 16 lüks villa. Bu villaların hələ 15 il əvvəl alınan vaxtında toplam dəyəri 30 milyon dollar idi. İndi isə 100 milyon dollardan baha satılır. Dəyərli dostlar, sənədləri gördünüzmü? Bax bu sənədlərdə Sahra Efseko və Şamsal Sahra Efseko başqa bir şirkət var. Onun da sənədləri var. Baxın, bu şirkətin sahibləri Efseko şirkətinin vasitəsilə Arzu Əliyevadır. Ekranda görürsünüzmü? Ekranda görürsünüzmü dəyərli dostlar? Və onun işçilərindən biri də Taleh Heydarovdur. Kemaləddin Heydarovun oğlu. Hansı ki, Azərbaycanda Gilan Holding kimi tanınan o böyük holding Kemaləddin Heydarovun deyil. Kemaləddin Heydarovun oğulları sadəcə o holdingi idarə edir. O Gilan Holding, bax bu adı keçən Sahra Efseko şirkətinə məxsusdur. Yəni prezidentin ailəsinə məxsusdur. Azərbaycandakı Gilan Holdingin sənədlərində yazılıb ki, bu holdingin sahibi Dubaydakı Sahra Efseko şirkətidir. Sahra Efseko şirkəti də sənədlərdə göstərilir ki, Leyla və Arzu Əliyevanındır. Bu məlumatları paylaşdım mən. Daha sonra buna baxalım. Azərbaycan prezidenti və bu məlumatı 2023-cü ildə paylaşandan bir gün sonra o villalar var idi. Adanın birində, Krugda, dairədə. Villalar, 17 villadan birini satışa çıxardılar. Onun da sənədlərini tapdım. Əlim yandı. Həmən vaxtı izləyirdim. Hər gün qarabaqara bunları izləyirdim. Dubaydakı villalarını artıq satışa çıxarıb. Dünən 24 aprel 2023-cü il tarixində Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaya məxsus Dubayda süni yaradılmış Jumeirə adasında Cluster 30 ünvanında 16 yan-yana villa barəsində məlumat verdim. Sizə sənədi də təqdim etdim. Villaların bir neçəsinin şəklini də göstərdim. Prezidentin qızlarına məxsus olan Sahra Efseko şirkəti tərəfindən məhz Dubayın bu ünvanında 16 yan-yana villa alınmışdı. Və bizim 24 aprel tarixində yayımladığımız bu videodan sadəcə bir gün sonra bugün 25 aprel tarixində bu 16 villadan biri satışa çıxarılıb. Əvvəlcə xahiş edirəm bu videonu bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə abunə olun ki, sizdən gizlədilən bu kimi gerçəklərdən vaxtında xəbərdar olasınız. Satış haqqında elan Dubaya məxsus olan əmlak şirkətinin web saytında göstərilib və satış qiyməti 14 milyon 299 min Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, 3,9 milyon dollar dəyərində. Lakin hazırda bu villanın bazar qiyməti 7 milyon dollar ölçülür. Deyəsən İlham Əliyevin əli yanındadır. 3 milyon dollar ucuzuna satır. Azad Söz bu sayt vasitəsilə satışa çıxarılan villanın içərisindən olan görüntüləri də sizə təqdim edir. Bu evlərdə heç yaşamırlar. Bu villalarda yaşamırlar. Daş pullar kimi saxlayırlar. İlham Əliyevin qızlarına məxsus Dubaydakı Sofitel otelinə. Otelin 360 otağı var. Otel prezidentin qızlarına məxsus Sahra Efseko şirkəti tərəfindən alınıb. Şirkətin isə 2004-cü ildə yaradıldığı, bacıların hərəsinin 50% paya sahib olduğu bildirilir. Sahra şirkəti Sofiteldən savayı yaxınlıqda Jumeirə palmasında 16 villada satın alıb. Bu adadakı villaların hərəsinin ortalama qiymətinin 2 milyon funt sterling olduğu bildirilir. Son sənədlər vaxtilə Washington Postun yazdıqlarını da təsdiqləmiş olur. Qəzet bacıların qardaşları Heydər Əliyevlə birlikdə Jumeirə palmasında 17 dəbdəbəli mülkiyyətə sahibliyini yazırdı. Onların adlarına qeydiyyatdan keçmiş bu mülkiyyətin qiyməti 70 milyon funt sterlingə yaxındır. Araşdırma hakim ailə üzvlərinin gizli investisiyaları
Maltanın Pilatus bankı vasitəsilə gerçəkləşdirdiyini ortaya qoyub. Gilan Holdingin səhmlərinin 51%-i də Əliyevin qızlarına məxsus Səhra Etsetkonundur. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun. Dəyərli dostlar, kanalımıza abunə deyilsinizsə, abunə olun, videolarımızı belə izləyin və Birləşmiş Ərəb Əmirliklərində bizi xoşbəxt edən başqa bir görüntü. Bəs bu insan qardaşlığı mükafatını almağa İlham Əliyev Hacı Allah şükür Paşazadəni də aparıbdı. Orada Leyla Əliyevanın da görüntülərini də görürsünüz. Allah şükür Paşazadə çoxdan da yox idi, ya görsənmirdi, xortlayıbmı, gəlibmi, vicdanın nə olduğunu bilmirəm deyirdi Allah şükür Paşazadə. Azərbaycanı da elə vicdansızlar idarə edir. Hələlik bu qədər. Salamat qalın, Azad Sözü izləyin ki, gerçəklərə yaxın olasınız. Sağ olun.